Təşəkkür edirəm söz verdiyiniz üçün. Hörmətli xanımlar və bəylər, mən əslində tamam başqa bir çıxış hazırlamışam, amma burada müzakirə olan bəzi məqamlara da qısaca toxunacağım. Deməli, bugün verilən layihədə mənim gözlədiyim, yəni çoxlarımızın gözlədiyimiz bir müddəa yoxdur. O da ümumxalq mitinginə başlanması ilə bağlıdır. Keçən dəfə bu təklif burada irəli sürüləndə o səsə qoyulmadı. Deyildi ki, o cilalanmayıbdır. Hərgah çıxış edənlərin bir çoxu, demək olar ki, hamısı orada müsbət məqamların olduğunu qeyd edilər. Mən buradakı çıxışlarda olan bir məqamı xatırlatmaq istəyirəm. Hər kəs deyir ki, seçki mühiti yaradılmalıdır. Demokratik seçki mühiti yaradılmadan seçkidə iştirak eləməyin mənası yoxdur. Mən seçki mühiti necə yaradılsın, yəni bu da öz-özünə yaradılmayacaq ki, bunu biz eləməliyik. Biz o seçki mühitinin yaradılması üçün qabaqcadan tədbirə başlamalıyıq, proseslərə başlamalıyıq və hakimiyyəti vadar eləməliyik ki, birincisi bizə meydan versin, ikincisi vadar eləməliyik ki, seçki qanunvericiliyini təkmilləşdirsin və bunun da yolları var. Bunun üçün bizim hamımızın birgə fədakarlıq eləməyimiz kifayət edəcəkdir. Təəssüf ki, biz hələ heç qərarın qəbul olunmasına, bu mitingin ümumxalq mitinginin hazırlıq qərarının qəbul olunmasından belə nail ola bilmirik. Mən buna çox təəssüf edirəm və buradan təklif edirəm ki, sizin bu qərar layihənizə deməli, həmin təklif əlavə olunsun. Mən 2 ay bundan əvvəl o təklifi irəli sürəndə deyilirdi ki, mart ayı çox gecdir. Niyə mart ayı? Artıq 2 ayımız getdi, cənablar. 2 ayımız getdi, biz hələ o hazırlığa heç başlamamışıq. Halbuki həmişə burada deyilirdi ki, mitinglər güclü keçirilməlidir və ona hazırlıq görülməlidir. Məhz hazırlığın necə görülməsi ilə bağlı təklifi isə biz buradan keçirdə bilmirik. Bu çox məyus edir məni şəxsən. Deməli, Ramiz Mehdiyev ifşa olubdur, Gülər Əhmədova ifşa olubdur. Bunların timsalında Azərbaycan hakimiyyəti Əliyevlər ifşa olubdur. Amma cəmiyyət bizdən adekvat tədbirlər gözləyir, görmür. Biz adekvat tədbirlər görmürük. Biz mətbuatda çıxış eləməkdən başqa demək olar ki, bu məsələnin üzərinə getmirik. Niyə? Məsələn, biz indiyə qədər bircə bir piket keçirilib, tutaq ki, Respublika Prokurorluğunun qarşısında Ramiz Mehdiyevə qarşı və bu həmin qalmaqalda adı hallanan digər yüksək rütbəli məmurlara qarşı cinayət məsuliyyətinin, onların cinayət məsuliyyətə cəlb edilməsi ilə bağlı niyə tələb irəli sürmürük? Niyə biz hələ indiyə qədər heç olmasa Respublika Prokurorluğuna həmin adamlara qarşı cinayət işinin qaldırılması tələbi ilə bir rəsmi müraciət belə göndərməmişik. Biz ancaq belə iclas zallarında güruldamakla bəzən məhdudlaşdırırıq öz fəaliyyətimizi. Konkretlik yoxdur. Biz deyirik ki, hakimiyyəti bu məsələdə diqqəti yayındırmasına imkan verməməliyik. Amma necə verməməliyik? Konkret addımlar atmaq lazım, konkret təkliflər vermək lazımdır və verilən təklifləri qəbul edib onları icra eləmək lazımdır. Deməli, bu bir neçə kəlmədə burada olan digər məsələlər haqqında deməli. Burada AXCP-nin sədri Əli Kərimli AXCP-nin rəsmi mövqeyini sərgilədi və mən təşəkkür edirəm Əli bəyə, o da İsa bəyi təbrik elədi namizədliyin irəli sürülməsi münasibəti ilə. Hər birimizə aydındır ki, kimisə namizədliyin irəli sürülməsi hələ onun dərhal prezident olması demək deyil. Hər kəsə bu aydındır və burada sadəcə nədir? Bu sinasını verib insan irəliyə ki, mən hakimiyyətlə bu mübarizədə varam. Başqa da sinasını verənlər olacaqlarsa, biz də onlara da sevinməliyik. Burada Azadlıq Radiosundakı şərhlərdən danışıldı. Azadlıq Radiosundakı o şərhlərin kimlər yazdığını biz təxminən bilirik. Biz öz müttəfiqlərimiz əleyhinə kimlərsə təbliğat aparırsa belə, biz buna sevinməməliyik. Özümüz o təbliğatı aparmamalıyıq. Və kimsə kənardan da təbliğat aparırsa, müttəfiq isə əgər, səmimi olmaq lazımdır. Partiyanın rəsmi mövqeyi ilə qeyri-rəsmi mövqeyi arasında bəzən böyük fərq görürük. Bu fərqin olmamasını istəyirik. Mən hər kəsi çağırıram ki, birincisi İctimai Palatanın qərarlarına hörmətlə yanaşsın. Çünki İctimai Palatanın qərarlarında var ki, biz bir neçə namizəd irəli sürə bilərik. Kimsə hesab edirsə ki, vahid namizəd zəruri şərtdir və burada hətta Fuad bəy dedi ki, vahid namizəd olmasa mübarizənin əhəmiyyəti yoxdur. Mən əksinə hesab edirəm ki, vahid namizəd məsələsinin fəsadları da var. Onun bir argumentini sizə deyirəm. Vahid namizədə hakimiyyət qeydə almayacaq və bu ilə da bütün müxalifət seçki prosesindən kənarda qalacaq. Bu mənim argumentimdir. Yox, kim hesab edirsə ki, vahid namizəd çox vacibdir. Vahid namizəd olmasa Azərbaycan məhv olacaq. Onda elə vahid namizəd və güzəştə getmək nümunəsini özü göstərsin. Mən hesab edirəm ki, bu ziyanlıdır. Amma kim o qədər bu məsələdə təkid edirsə, özü güzəşt nümunəsini göstərsin. Əgər bunu vacib sayırsa. Yox, vacib saymırsa, sadəcə öz namizədi irəli sürmək istəyirsə, onda da yəni ki, bu səmimi mövqe kimi qəbul olunmayacaqdır. Burada bir neçə kəlmələ demək istəyirəm bu kənarda qalan partiyalar haqqında.
Burada ehyamlar vuruldu ki ACP'nin Liberal Partiyasının İctimai Partiyadan kənarda qalmasında güya kimlərsə günahkardır. Mən sizin yadınıza salmaq istəyirəm ki, Milli İstiqlal Partiyası partiya olaraq təsisçilərdən biri idi. Klasik Xalq Cəbhəsi Partiyası da partiya olaraq təsisçilərdən biri idi. Amma hakimiyyətin bizə ilk həmləsində, məsələn, Milli İstiqlal Partiyasının Koordinat Şurasındakı nümayəndəsi öz postundan istefa verdi. Yəni, ədalətli olmaq lazımdır. Biz kimlərsə kənarda xoşbəxtlik axtara bilər. Yəni, biz kənara da çıxmağa məhkumuq, biz kənara çıxmalıyıq, biz özümüz öz gücümüzlə hakimiyyətə gələ biləsi deyilik. Amma kənara çıxmaq xatirinə öz yanındakını ittiham eləmək düzgün mövqe deyil. Kənardakını özünə tərəf çəkmək istəyirsənsə bu yaxşıdır. Amma bu, öz içindəkini, öz müttəfiqini günahlandırmaq hesabına olmamalıdır. Bir kəlmədə çox üzr istəyirəm bütün iclasçılarından. Bu birlik mövzusunda çox danışılır. Biz birik. Biz bir olduğumuz məqamlar çoxdur. Niyə biz bir olduğumuz məqamları qabartmadan ziddiyyət olan məqamları qabardırlar burada bəzi şəxslər? Biz bir yerdə miting keçirdik. Bir yerdə polis bizi döyür. Bir yerdə basıb polisə. Bir yerdə, məsələn ki, axırıncı mitingdə Fuad Qəhrəmanları məni, Əhəd Məmmədlivi cərimə elədilər. Bir yerdə cərimələnirik. Bu müsbət məqamları niyə qabartmırıq? Bir yerdə iclaslar keçirdirik. Bir qərargahda fəaliyyət göstəririk. Eyni qəzetlərdə mövqeyimizi ifadə edirik. Eyni qəzetlərdə, eyni təşkilat vasitəsilə bu hakimiyyəti ifşa edirik. Bu bir olan məqamları qabardında hansısa namizəd məsələsini niyə bu qədər siz o qədər vacib hesab eləmişsiniz axı? Biz birik və biz bir çox namizədlə seçkilərdə saxtakarlığa qarşı yenə birgə mübarizə aparmaqla bu hakimiyyətə qalib gələcəyik. Sağ olun.